cəbhədə olan Dediyiniz böyük əksəriyyəti gözəldir yəni. uşaqlar. Nəzərə alsaq Ki, ki, boşananda uşaqlar ana ilə qalır çox vaxt bizim Azərbaycan cəmiyyətimizdə. Ona görə də analar, ümumiyyətlə qadınların psixolojisi belə qurulub ki, qadın uşağını qoruyub saxlamaq üçün, onu təmin eləmək üçün kişidən asılılığı var, bəli. Buna görə də əslində onun kişidən elədiyi tələb uşağına görədir. Çünki bunu təbiət qadını belə yaradıb. Görürsünüz, qadın kişinin bioloji xəyanətini bağışlayır. Çox zaman Azərbaycan qadınları. Bu qadının, yenə də deyirəm, təkamüldən gələn psixolojisi ilə bağlıdır. Çünki qadın əsas olaraq uşağının o maddi tərəfdən təmin olunmasına iddialıdır. Mənim qazancı mənim evimdə olsun, uşaqlarıma xərclənsin, uşaqlarımın gələcəyi olsun. Yəni bu sırf psixologiyadır. Sizin dediyiniz Buna görə qadınlara də bu görə hansı psixologiyadır aliment verə bilməyib, qadın həbsxanaya salınan nə qədər kişilərin olduğunu bilirsinizmi? Onsuz da kişilər iş yerləri tapa bilmirlər. Yaxşı, o kişilər niyə sonradan evlənirlər və 2-3 uşaq sahibi olurlar və birinci ailədən olan uşağa reallıqdır bu. Keçən verilişdə də biz sizlə gördük. Onsuz da qadınlara daha çox məvacib verən iş yerlər verilmişdir. Öz övladına, birinci nigahdan olan övladına aliment verməyib, həmin kişi evlənib və 2 uşaq sahibidir. Və mən düşünürəm ki, Azərbaycan qanunvericiliyində gələcəkdə belə hallar olsun ki, həmin o bəylərə əgər aliment vermirsə, birinci uşağına baxmırsa, ona evlənmək hüququ verilməsin. İctimai təklif vardır. Ölkəmizdə ictimai təklif var.